Buyurun. Mən 9-cu sinifdən bu məktubdan ayrılmışam. Ayrılmanın səbəbi Cəmşid Naxçıvanlı hərbi liseye daxil olmuşum. 9-cu sinifdən forma daşımışam əlimdə. Məktəbə gəlmişəm uşaqlarla görüşməyə. Azad 2 dəfə formanı mənim əlimdə gördü. Dedi, Əli, mən də hazırlaşmaq istəyirəm ali hərbi məktəbə. Orada 10-cu sinif idi Azad ki. Dedim, Azad çox çətindir. Həqiqətən, çünki 6 gün hərbi məktəbdə olursan, 1 gün cəmi evdə olursan, biraz çətindir. Dedi, Əli, formanı evdə geyinmirəm. Mən də Aksevan, yəqin ki, Əli Uluslar verirəm. Aksevan formayı əlində verdim, geyindi. Şəkil desəkdir, bilməm. Anam, sizin evdə qalır, şəkil. Axtardım, tapa bilmədim o şəkili ki, sizə təqdim edirəm. Çünki çox telefonumda hər şey. Şəkili, mən məktəbdən çıxıb, ta ki o evə sarıb, körpüyə kimi gəzə-gəzə getdik. Sonra bir ildən sonra bir evə görüşdük. Dedi ki, Əli, özgəyi qətləşdirmişəm, ali hərbi məktəbə daxil olacam. Və qəbul oldu. O formanı daşı, yəni, bizə deyim, layiqincə daşıdı. O qazandığı şəhidlik zirvəsində çox adama qismət olunur. Yəni, onu mən düzgün çatdıra bilirəm, yəqin ki, çünki o şəhidlik zirvəsi bizim dildə artıq o qədər şəhidimiz var ki, hamı istəyir, vətənpərvər adamlar deyir ki, mən də şəhid olmaq istəyirəm. Çünki bizdə Azad kimi oğlanları, bu tələbələr, bu şagirdlər kimi yaddaşlarına hərk etmək lazım. Çünki siz suallar verirsiniz, halbuki o sualları uşaqlar bayaq danışdılar, siz yenidən təşkilatlı suallar verin, hər şeyiniz. Mən öz döyüş yolundan 180 min olan hərbi hissədə xidmət eləmişəm, 706, yəni paralel olan bir hərbi hissədir. Sarsın abi. Bəli, yəni bizim briqadan 222 dənə şəhid olub. Bir tabor deməkdir, hərbi uluslar deyir. Yəni 180 min olan hərbi hissə ta Alfanın istiqamətindən sizlər daha yaxşı bilərsiniz. Alfanın istiqaməti ta Şuşaya kimi döyüşmüşük, bizim hərbi hissə də Şuşada olub. Çox çətin günlər olub, yəni bunun söz ifadəsi danışırlar, hərbi uluslar danışırlar, mənim dilim quruyub. Çünki o günlər heç kim bilmirdi sağ necə qalacaq. Yəni, heç kim bilmirdi, çünki bu gündən sabaha etibar yox idi. 27 günü saat 8-in yarısı döyüş başlayıb, vertolyot başımızın üstünə atıb. Yəni, o gün ümumiyyənə kimi yadımdadır, yəni mən qozamana kimi də o şeyi xatırlayacağım. Çünki Polat Aşkın rəhmətə gələn günüsü günü bizi çıxışa çıxartdılar. Həqiqi ki, siz də xatırlayırsınız. Biz də saat 1-də çıxmışıq bir çıxışa. Hərbi ulusu. O vaxtda planlaşdı. Bəli. Bizə sadəcə ki, baş gələcək rəisi Kərəm Vəliyev gəldi hərbisi, onda ki, baş gələcək rəisi deyil. Gəldi hərbisi bizə qisas adlı bir şey danışırdı. Biz də başa düşündük, çünki heç kim fikirləşməzdi belə bir şey olacaq. Biz gedə saat 1-də çıxışa çıxmışıq, dedik ki, bu gün nəməcə müharibə başladısa, başladı. 15 gün çıxışda qaldıq. O ərəfədə də mən bilməmişəm. Çünki mən əskər olmuşam. Azad hərbi qullusu olub, 706 olub. Halbuki bizim rayon, eyni rayondur. Füzuli, Beyləqan haramda olmuşam bizdə. Yəni, mənim xəbərim olmuyor ki, Azad oradadır. Paralel getmişik bəlkə də. Yəni, 15 gündən sonra mən döyüş yerimə, erməni kəşfiyyatçısı gəlib, heç xəbərim olmuyor, necə sonradan xəbər tutmuşum. Yəni, çox şeylər yaşamışam orada. Ondan sonra çox problemlərimiz oldu. Yəni, bu necə problemlər, yəni, yadda qalan da mənfi xarakterli olun. 15 gün sonra çıxışdan qayıtdıq geri, dedik, əgər belə müharibə olmazsa, heç olmayacaq müharibə. 21 gün səfərbərlik elan oldu, zabitlər, əsgərlər gəldi, briqadalar doldu. 27-ci günü, 26 gün gecə saat 10-da çıxmışıq briqadadan, bizim briqadamız vurdular, yadırsa gəliyərdik. Yeməkxanamız da 2 gün vuruldu, yəni. Bir çıxış verildi, çıxışdan sonra dedik ki, Polat Aşkın rəhmətə getdi, müharibə başlanırsa, inanmıyorsunuz deyil. Gecə qıratlar gəlib yanmışdı təpənin arxasında, xəbərimiz olmuyor. Qırat 3 dəqiqə səfərə çıxan bir texnika. Nəyə kimi yadımdadır? 8-in yarısı. Çörək verdilər, bu çörək, hərbi çörəkdə, gətirmən verdilər, çörəyində yumurta yiyib, belə. O yanmış əramızda, çünki deyilmi, bax, heç nə xəbərimiz yoxdur. Bir anda gördük, Beyləqan istiqamətindən bir dənə vertolyot gəldi. Fulyanın altından çıxmanı gördüm mən. Üz o tərəfə, Mustafa Bayırda bizim davamızda. Əməlimin çıxmanı gördük, hamı şoka düşdü ki, artıq atış açıldı. Və bunun atış açılmanın qıratda 12 dənə qırat yanmış. Təxmanın arxasında belə qalxa-qalxa getdik, biz sürünə sonra getdik. Görək, baxarıq, orada gecədən yanırlar burada. Sizin dediyiniz kimi, müharibə olurlar, start verildi. Yəni, bizim də bölümümüzün starşması, bölüm tamamlayırız. Hamı bir-birine deyir ki,
Hamı bir-birinə mehriban olsun. Hamının əlində boya-boy silahdır. Yəni, çünki bəlkə də əskərlik də burada oğlan kollektivi bir-birindən dalaşa da bilərsə, amma o müharibə vaxtı hamı bir-birindən çox başqa cür edir. Yəni, necə mülküdə insanlar olub, bizə yemək göndərdilər, ərzaq, palpata göndərilir. Bizim o, sizdə də yəqin tərbiyəsi oldu, Türklər gəldi, boyundan ad soyad, bir də ki, bu hərbi biletin nömrəsi, şalvalarımızın içində kimi xlorla yazılmışdı. Hər biletin nömrəsini yazdı. Bəli, şalvalarımızın içində xlorla adlar yazılmışdı ki, onda yenə başa düşməliyik ki, bu nə deməkdir? Yenə ötəri yanaşırdı ki, hazırlıqdır. Çünki 2-3 dəfə belə bir şey gördüm oldu. Mənim də gec getməli səbəbi 2-ci ayda təhsil almışdım, yəni çox ona görə çox gec getmişdim. Yəni fikrimi bununla da bitirirəm. Sizin şəhər olan qalanda baş əyirəm. Çünki mənim hər dəfə bu yarına düşəndə mənim də öz böyük yoldaşlarımla şəhid olan oldu, yaralanan oldu. Yarına düşəndə, yarına düşəndə hər dəfə qəhər adamı boğur. Çünki bu, yəni yaddan çıxmayacaq da bu yüzden. Bir daha təşəkkürümü bildirirəm. Çox sağ olun. Allah şəhidlərimizə rəhmət eləsin. Azadlar hər zaman anacıyıq. Bizdə yəni, nə vaxt siz belə bir təşkilat hazırlasaz, layihə hazırlasaz, yəni mən orada həmişə var olacam. Çox sağ olun.